Michael Jackson tarixdə ən məşhur və ən təsirli sənətçilərdən biri hesab olunur. Ona tez-tez popun kralı King of Pop deyirlər. Onun həyatı həm inanılmaz uğurlarla, həm də böyük mübahisələr və çətinliklərlə dolu olub. Bu videomuzda onun həyatını uşaqlıqdan ölümünə qədər tam və detallı şəkildə izah edəcəm. Michael Jackson 29 avqust 1958-ci ildə ABŞ-ın Indiana ştatının Gary şəhərində anadan olub. Atası Joseph Jackson, anası Katerina Jackson. Michael 9 uşaqlı ailədə böyüyüb. Ailəsi çox kasıb idi və kiçik bir evdə yaşayırdılar. Atasının sərt tərbiyəsi, atası Joseph Jackson çox sərt idi. O uşaqlarını musiqici etmək istəyirdi. Michael sonradan deyirdi ki, atası onları tez-tez döyürdü. Səhv etdikdə fiziki cəza verirdi. Uşaqlığını normal yaşaya bilməyib. Michael demişdi, mənim uşaqlığım yox idi. Bu travmalar onun psixologiyasına bütün həyatı boyu təsir etdi. Michael cəmi 5 yaşındaykən qardaşları ilə birlikdə Jackson 5 qrupuna qoşuldu. Qrupun üzvləri Jackie, Tito, Jermaine, Marlon, Michael. Michael ən kiçik olsa da ən istedadlı idi. Onların məşhur mahnıları I Want You Back, ABC, Real Be There. Michael'ın səsi və səhnə enerjisi hamını heyran edirdi. O 10 yaşında artıq ABŞ-da super ulduz idi. 1979-cu ildə Michael solo albomunu çıxardı. Off the Wall. Bu albom onun ulduz olmasının başlanğıcı idi. Prodüseri Quincy Jones. Bu albomdan sonra Michael artıq dünyanın ən böyük ulduzlarından biri oldu. Dünyanı dəyişən albom Thriller. 1982-ci ildə Michael Thriller albomunu çıxartdı. Bu albom tarixdə ən çox satılan albomdur. Satış 70 milyondan çox. Bu albomdakı məşhur mahnılar Billie Jean, Thriller və Beat It. Xüsusilə Billie Jean mahnısı onu əfsanəyə çevirdi. Bu mahnıda ilk dəfə onun məşhur rəqsi görüldü. Moonwell. Bu rəqs bütün dünyanı şoka saldı. 1980-ci illərdə Michael Jackson dünyanın ən məşhur insanı oldu. Stadionları doldurdu, milyardlarla insan onu tanıyırdı. Onun digər məşhur mahnıları Smooth Criminal, Black or White, Bad, Heal the World, Air Song. Michael Jackson tarixdə ən çox yardım edən sənətçilərdən biridir. O, 500 milyon dollardan çox yardım edib. 39 xeyriyyə təşkilatını dəstəkləyib, Afrika uşaqlarına yardım edib, xəstə uşaqlara kömək edib. Onun ən məşhur yardım mahnısı Heal the World. Bu mahnı dünya sülhü üçün yazılmışdı. Michael böyük bir mülk aldı. Neverland Ranch. Bu yer əyləncə parkı, zoo, oyun parkı kimi idi. Michael burada uşaqları dəvət edirdi, səbəb o uşaqlığını yaşaya bilmədiyini deyirdi. Evlilikləri və uşaqları. Michael 2 dəfə evləndi. Birinci həyat yoldaşı Lisa Maria Presley, Elvis Presley'in qızı 1994-1996 arası. İkinci həyat yoldaşı Debbie Rowe. Bu evlilikdən 2 uşağı oldu. Prince Jackson, Paris Jackson. Sonradan 3-cü uşağı Blanket Jackson. İttihamlar və məhkəmə. 1993 və 2003-cü illərdə Michael Jackson haqqında uşaqlara qarşı sui-istifadə ittihamları irəli sürüldü. Bu ittihamlar onun həyatını dəyişdi. Amma vacib fakt, 2005-ci ildə məhkəmə onu bütün ittihamlardan bəraət etdi. Yəni rəsmi olaraq günahsız elan edildi. Heç vaxt həbs olunmadı. Bu ittihamlar niyə onun həyatını məhv etdi?
Bəraət alsa da media ona qarşı kampaniya apardı. İmici zərər gördü, sponsorlar ondan uzaqlaşdı, psixoloji olaraq çöktü. Bu hadisələr onun karyerasını ciddi zəiflətdi. Onun çöküşünün səbəbləri: bir neçə əsas səbəb var idi. 1. Media təzyiqi, media onu davamlı hədəf aldı. 2. Uşaqlıq travmaları, atasının zorakılığı psixoloji təsir buraxdı. 3. Şöhrətin təzyiqi, dünyanın ən məşhur insanı olmaq böyük stres idi. Maddi problemlər, böyük xərclər və borcları vardı. Onun İslamla bağlı olduğu iddialar. Michael Jackson həyatının son illərində İslamla maraqlandığı, müsəlman dostlarının olduğu, İslam kitablarını oxuduğu deyilirdi. Bəzi insanlar onun gizli şəkildə İslamı qəbul etdiyini iddia edirdi. Bəzi xəbərlərdə onun Mikail adını aldığı deyildi. Amma bunu qeyd edək. Bu heç vaxt Michael tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Yəni bu məsələ tam sübut olunmayıb. Ölümü: Michael Jackson 25 iyun 2009-cu ildə Los Angeles'da öldü. Ölüm səbəbi həkimin verdiyi güclü dərman Propofol. Onun şəxsi həkimi Conrad Murray sonradan məhkum edildi. Michael öləndə 50 yaşında idi. Ölümündən sonra daha da məşhur oldu, mahnıları milyardlarla dəfə dinlənildi. Hələ də dünyanın ən məşhur sənətçilərindən biridir. Michael Jackson niyə bu qədər populyar idi? Michael Jackson musiqini dəyişdi, rəqsi dəyişdi, klipləri dəyişdi. Ondan əvvəl kliplər sadə idi, ondan sonra isə kliplər film kimi oldu. Michael Jackson'ın tarixdəki rekordu: tarixin ən çox satılan solo sənətçisidir. Thriller tarixdə ən çox satılan albomdur. Popun kralı titulunu alan yeganə sənətçidir. Onun həyatının qısa xülasəsi: uşaqlığı travma və yoxsulluq, gənclik, sürətli şöhrət, yetkinlik çağında dünyanın ən böyük ulduzu, son illərində ittihamlar və psixoloji çöküş. 2009-cu ildə isə ölüm. Amma buna baxmayaraq, onun mirası hələ də yaşayır. Dostlar, videomuzu bəyəndinizsə, videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və şərh bölümündə şərh yazmağı unutmayın. Sağ olun və Allah amanında qalın.